Tarixçilərə görə Səlim tərəfindən qətl edilən şiələrin sayı 40 min nəfər idi. Bu rəqəm müasir tarixçilərə görə şişirdilmiş olsa da, baş verən qırğının tarixi bir həqiqət olduğunu gerçəyini dəyişdirmir. Səlimin Səfəvilərə qarşı ikinci siyasi addımı İran ipəyinin Osmanlı torpaqlarına girişini qadağan edərək Səfəvi iqtisadiyyatına zərbə vurmaq oldu və bunda qismən uğur qazandı. Şərqə doğru hərəkət etməyə başlayan Səlim Şeybanilərə məktub yollayaraq Səfəvilərə arxadan hücum etməsini göstəriş verdi. Buna görə də Şah İsmayıl ordusunun bir hissəsini Şeybanilər üzərinə göndərməyə məcbur oldu. Şah İsmayıl Səlimə qarşı isə yandırılmış torpaq siyasəti apardı. Səlimin ordusunda şərqə doğru irəlilədikcə təchizat problemləri, habelə səfər güzərgahının son dərəcə çətin ərazisi və müsəlmanlara qarşı yeridikləri səbəbilə ordu içində narazılıqlar var idi.